Son zamanlarda ölkəmizdə avtomobillərə tətbiq olunan cərimələrdə balın artırılması və bir çox cərimələrdə bal tətbiq olunması ilə müşahidə olundu. 2024-cü ilin son aylarında istər avtobus zolaqlarında, istər bəzi cərimələrdə İnzibati Xətalar Məcəlləsində düzəliş edildi. Bəzi cərimələrə bal əlavə edildi və bu ballar əlavə edilirkən ballara qoyulan limit, yəni sürücülük vəsiqəsində bala qoyulan limit nəzərə alınmadı. 21 bal artıq pravadan məhrum olmaq deməkdir. Yəni 20 bal artıq məhrumiyyət deməkdir və 20 balda pravasız qala bilirsiniz. Yəni sürücülük vəsiqəniz əlinizdən alınır. Yəni bu cərimələrə nisbətən mənə elə gəlir ki, sürücülük vəsiqəsində balın da artırılması lazımdır. Biz evdən çıxırıq, evə dönənə qədər ən az 2 bal gəlir sürücülük vəsiqəmizə. Ya nə bilim, səhvən hansısa zolağın üstündən keçirsən, ya səhvən avtobus zolağında özünü görürsən. Çünki yollar o qədər qarışıqdır ki, aynə sağ olsun ancaq pul almağı bacarır da. Yəni hər yeri xətt deyib, mümkün deyil ki, cərimə yazılmadan evə gedəsən. Yəni evdən çıxırsansa, işə gedirsənsə, işdən çıxırsansa, evə gəlirsənsə, mümkün deyil ki, cəriməsiz sənin bir günün keçsin. Yəni mən hər gün taksi sürücülərinin də şikayətlərini görürəm, bizə də şikayətlər ünvanlayırlar. Hər kəsin ən böyük şikayəti isə balların limitinin artırılmasıdır ya da bəzi cərimələrdə balın tətbiq olunmasını aradan qaldırmaq lazımdır. Bal o halda tətbiq edilməlidir ki, əgər sürücü başqasının və ya öz həyatını təhlükəyə atacaq deməli xətalar törətdiyi halda bal yazılmalıdır. Mən əgər bugün yolun hərəkət istiqamətində avtobus zolağı varsa, avtobus zolağına girmək də baldırsa, mən adam düşürtməliyəmsə maşınımdan necə eləyə bilərəm? Mən saxlayıb 2 dəqiqəlik adam düşürdürəm, mənə 2 bal gəlir, 3 bal gəlir. Yəni bunlar həqiqətən də qəbul edilir bir şey deyil. Xahiş edirəm aidiyyatı qurumlardan bu məsələyə diqqət ayırsınlar və bu məsələ müzakirə olunsun, bu məsələnin həll yolu tapılsın. Çox sağ olun, minnətdaram.